Salam dəyərli izləyicilər, yeni YouTube videomda hər birinizə xoş gördüm. Demək off day-dir bugün, yəni istirahət günü. Off day-in, yəni istirahət gününün səhər yeməyi ki var, hansı ki pankek həmişə hazırlayıram. Həmişə onu soruşursunuz ki, necə hazırlayırsan və s. Ərzaqları gətirdim, qoydum. İndi sizə göstərəcəm bir-bir. Bizə bir qab lazımdır işinə. Demək, blenderimiz. İlk növbədə bura 30 qram yulaf mən tökürəm. 30 qram. Belə getdi. 30 qram yulaf. Üstünə, yəni mənim diyetimə uyğun olaraq 40 qram düyü unu. Yəni pirinç unu deyirlər türklər buna. Düyünün un forması. Pirinç unu məndə ki aromasızdır. 40 qram. Yaxud siz məsələn 70 qram ümrüdə boy edirsiniz, onu 70 qram Herkulesdən də yaxud da düyü unu ilə də eləyə bilərsiniz. Mən biraz fərqli edirəm. Bir qram çox oldu. Belə getdi. Sonra tərəzinin işimiz qutardı. Kesirik nəyə? 3 dənə yumurtamız var, 3 tam yumurta. Məndə ki, təbii ki, kənd yumurtasıdır. Yəni, marketdə aldığınız yumurtalarla bir tutmuyor. Sarafa deyirəm. Yumurta yəni yumurtadır. 3 dənə yumurtamız. Sizə belə bütöv aldı. Üç yumurta, ondan sonra bir ədəd banan, təxminən bunu qabığı saymırlar da, yəni ölçəndə 100 qram falan olur. Yəni o boyutda alıram bananları. Çalışın qara banan çox almayın ki, kalorisi biraz yüksək olur. Yaşıl banan da almayın. Orta tipdə olan bananlardan alın. Yəni o məsələ görürəm. Yox. Dadı qaçsın deyə. Darçın tozu. Darçın tozunu sardadır. Darçın tozunu tapmaq qeyri-mümkündür. Nəysə, tapacam indi. Bir qədər darçın tozu. Təxminən 1-2 çimdik. Blendera. Bunu blender eləyirəm qəşəng. Ondan sonra bişirirəm. İndi blender eləyim. Bişirəndə görüşərik. Bunu bişirərkən bizə bir dənə belə bir tava lazımdır. Yəni bu belə bir tava olsa daha yaxşı olardı. Yəni yapışmayan tava olsun. O yapışan tavalar ki var onlarla. Yəni nə deyirsiniz yapışacaq. İstəyirsiniz yağ tökün, yapışacaq hamısı. Demək bu tavaya mən ümumiyyətlə yağ vurmuram. Bunu ilk növbədə qızdırıram. Formada görürsünüz. Yəni bu kıvamı alır. Bunu indi burada qızmağa qoymuşam. Tavanın qapağına üstünü örtəcək. Sonra demək ki, nə edirik? Tava qızdı. Qazın üstündə yox, kənar yerdə. Qazın üstündə yox, kənar yerdə. Onu göstərim sizə. Bura əlavə edirik. Bir qədər.
Əlavə elədi, çalışın yəni çox yaymayın. Bəzi insanlar götürüb bunu yayırlar. Belə. Çox yaymayın ki, çox nazik olur, sonra yapışır. Həm də ki, çevirmək də olmur son. Gücünü azaldıb, üstünə qoyuram. Üstünə də bu şəkildə qapağı. Demək ki, bunun üstü indi, üstü biraz quru formaya gəlməlidir. Özü nöqtələr üstündə olmalıdır. O qaydada biz çeviririk. İndi göstərəcəm sizə. Yoxlayırıq, yoxlamış. Yavaş-yavaş pişir. Və gördünüz, nöqtə formatını aldı üstü. İndi yoxlayırıq. Formada gördünüz, özü yəni yapışmır. Götürdük. Haydi. İlk dəfədə götürdük, çevirdik. Bu qaydada gördünüz. Bu qaydada pişdi. Yəni bişirməsi bu şəkildə bütün taktikaları sizə verdim. İnşallah ki, faydalı olar. Hesabımı bunları bişirin, vaxtınızı almayın da. Onu yeyəndə, yəni onun yanındakı hansı ki sos hazırlayıram. Nə bilim nə, onları göstərəcəm sizə. Hamısını göstərəcəm. Bişirim hamısını. Qutarsın. Naharda görüşərik. Let's go. Dəyərli izləyicilər, bişirdim pankekləri. Düzdür, açığı biraz acımışdım, çox acımışdım həqiqətən. Çünki səhər kardası, ondan sonra gəl. Ondan sonra markete getdim, sonra gəldim. Çox acımışdım. Tez bazar. Burada biraz böyük hazırladım, biraz qalın hazırladım ki, tez olsun. Yəni siz də o alternativlərdən istifadə edə bilərsiniz tələsəndə. Böyük hazırlayasınız. Buradan da meyvə qurlarına baxıb, neysə. Demək, Hüseynin hazırladığı pankeklərin əsas özəlliyi nədədir? Onu deyəcəm sizə. İçərisində sürpriz olur. Yəni sürpriz hədiyyə olur. Pankeklərin içərisində həmişə. Demək, bu biridir. 3 dənə biliyoruz. Birincisi balaca azlamışdım. Bu birinci ilə ikincinin ortasında hədiyyə var. Görürsünüz. Yəni, sürpriz yəni budur. Belə sürpriz olsa gərəkdir. Çox qəşəng sürprizdir. Bu şəkərsiz tüm şokoladdır. 80%'dir. 70'dir, 80'dir belə bir şeydir. Onun üstündə belə yaxıb yiyəcəm. Burada da ki, qarışma belə hazırlayırdım və üstünə belə sürtüb yeyirdim. O qarışım da ki, kəsmikli 0%'dir. Meyvəli kəsmirlə, çiyələkli olur, gilaslı olur. Bu da vəri ilə almışam. Qaysılı dərilidir. Qaysılı bilirsən. 15 qram fıstıq əzməsi var. Bunları qarışdırırdım mən. Biraz da üstünə su, 10 qram falan. O olurdu. Demək, üstünə azladım qarışımın. Həsən indi oturmuşam, nə gözləyirəm? Qoy qəfədən qaynasın. Bir dənə çay, yaşıl çay. Ondan sonra başlayacağım yeməyə. Bugünkü videomuz bu şəkildə. Yəni, bir şeylər öyrətməyə çalışdım sizə. Sabah yəqin video çəkərəm. Sabahki videoda görüşənə dək izləmədə qalın. Yarışma dönəmini sizlərlə bölüşməyə çalışıram. Ölkədə ilk olaraq, yəni gün-gün, sizə söz verirəm, gün-gün videolar göndərəcəm. Belə. Bugün həftənin 6-cı günüdür, ayın 15-i. Yarışmaya son 7-8 gün qaldı. Gününüzə xeyirlisi. İnşallah ki, yaxşı olar. Bu videoda görüşərik.